Demək yoldaşlar, ermənilər və Azərbaycanın şanlı tarixini qəbul etmək istəməyən bir çox insanlar güya Azərbaycan bir bölgə olaraq Araz çayının şimalına heç vaxt yayılmadığını və bunun yalnız 1918-ci ildə baş verdiyini sübut etməyə çalışırlar. Əlbəttə ki, bu cəfəngiyat təqzib etmək üçün çox sayda material və sübutlar var. Yalnız sizinlə maraqlı bir məqamı paylaşmaq istəyirəm. Demək, minlərlə dəfə Azərbaycan yalnız Arazın cənubundadır, yəni şimala aid edilmir demək olar. Yalnız Sasanilər dövründən, diqqət edin, Sasanilər dövründən Dərbənd qalasındakı Azərbaycan zikrini silmək olmaz. Sizlərə Yevgeni Paxomovun, burada da gördüyünüz bu həmin bu kitabdır, Dərbəndin Pəhləvi yazıları kitabından bir şəkil təqdim edirəm. Həmin şəkildə yalnız bir yazı göstərir və elə bununla da biz kifayətlənəcəyik. Baxın, bu həmin bu yazıdır. Əvvəlcə Dərbəndin qısaca tarixinə toxunaq ki, sonra bu məsələni daha da dərindən anlayaq. Demək, bildiyiniz kimi müasir Dərbənd şəhəri təpənin üstündə yerləşən qala kimi Narın qala, el arasında elə deyilir, 438-ci ildə qurulmuşdur. Bizim üçün maraqlı bir toponim Qafqaz Albaniyasının bölgələrindən biri olaraq Çol və ya Çola adıdır. İndi sizə xəritədə də bunu göstərəcəm, Qafqaz Albaniyası dövrü. Baxın, həmin Qafqaz Albaniyası ərazisi budakı Çola və Dərbənd Çola, yəni bu bölgə. Bu ad Dərbəndin indiki ərazisinə aiddir və erkən orta əsr müəlliflərində Hun keçidi adı ilə tanınır. Əslində Qafqaza Xəzər dənizinin sahili boyunca keçmək üçün yeganə əlverişli yol idi bu. Çünki buradan ancaq yol keçirdi. Keçid, yol sözlərinə diqqət yetirməyimiz əbəs deyil. Doğrudan da qədim toponim Çol, müasir türk dillərində çol, jol, yol sözü ilə eyni məna ifadə edir. Misal üçün, Çol, Sibir türk xalqlarının dillərində, xüsusən Şor və Xakaslar tərəfindən istifadə olunur, yol mənasında. Jol, orta əsr türkləri arasında, yəni Qırğızlar, Qazaxlar və yol, qədim Albaniya arasında bugünə qədər yaşayan Azərbaycan türklərinin dilində daim tək bir şey deməkdir, yəni yol. İndi isə qayıdaq Dərbənd qalasına. Həmin və qalanın üzərində aşırılan yazılara. Xatırladaq ki, yazının həkk olunduğu dövrdə Qafqaz Albaniyası Sasani dövlətinin tərkibində idi. Yəni 510-cu ildən 629-cu ilə kimi bu əraziləri Sasani marzibanları idarə edirdilər. Diqqət! İndi Dərbəndin şimal divarında Pəhləvi dilində bir neçə kitabə qurulmuşdu. Şəhərin inşası haqqında yazıda deyilir ki, baxın, burada da yazılıb Rusça. Mən onu sizə tərcümə edəcəm. Kitabın özündən də göstərim. Baxın. Baxın, bu həmin o kitabdan həmin bu yazıdır. Demək, burada yazılıb. Buranı və buradan yuxarının inşasına Azərbaycan üzrə vergi toplayıcısı Həmərkar Barzniş rəhbərlik edirdi. Yəni, hələ Sasanilərin burada hökmdarlıq etdiyi zaman Qafqaz Albaniyası dövründə biz adətən öyrəşmişik demək ki, yəni Atropatena Azərbaycan gedir, şimala aid edildi, xeyr. Sasanilər buranı idarə edən zaman artıq Dərbəndə kimi ərazi onlar üçün Azərbaycan sayılırdı. Hətta burada da diqqət yetirə bilərsiniz. Fikir verin, Aturpatakan. Biz Aturpatakanı yəni Azərbaycan kimi bilirik və bu adətən biz bildiyimiz kimi Azərbaycanın Araz çayından aşağısına aid edilirdi. Ancaq burada gördüyümüz kimi deyilir ki, buranı, yəni Dərbəndin qalasını və buradan yuxarısını inşa edən Azərbaycan üzrə vergi toplayıcısı, yəni onlara Həmərkar deyilirdi. Fikir verin, Amarkar Barzniş rəhbərlik edirdi. Və beləliklə biz nə nəticəyə gəlirik ki, Dərbəndə kimi ərazi hələ Qafqaz Albaniyası dövründə elə Azərbaycan adlanırdı.